Vaxtınız xeyir olsun, əziz Təhsil TV izləyiciləri. Biz yenə Təhsil Day podkastı ilə sizin qarşınızdayıq. Bugünkü qonağımız isə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimovdur. Xoş gəlmisiniz Bəhruz bəy. Salam, xoş gördük. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirik dəvətimizi qəbul etdiyiniz üçün. Bəhruz bəy, düzdür bu haqqda çox danışılıb, amma mən elə ilk istəyərdim ki, siz danışasınız ümumiyyətlə fondun gördüyü işlərdən, məqsəd nə olub fondun yaradılmasında və bu təhsil tələbə krediti kimlərə verilir, hansı şərtlərlə? Fond qeyd elədiyimiz kimi əyani və ödənişli oxuyan, Azərbaycan Respublikasında fəaliyyət göstərən, ödənişli oxuyan tələbələrin təhsil haqqını qarşılayır və bütün təhsil səviyyələrini, hansı təhsil səviyyələrini əhatə edir? Deməli, ali təhsil pilləsində bakalavr və magistratura təhsil səviyyəsi, orta ixtisas təhsil pilləsində elə orta ixtisas təhsil səviyyəsi, peşə təhsil pilləsində isə yüksək texniki peşə və texniki peşə təhsil səviyyələrini əhatə edir. Yəni, bu səviyyələr üzrə əyani ödənişli oxuyan tələbələrimiz kreditdən müraciət edib təhsil haqlarını fondun vəsait hesabına ödəyə bilərlər. Yəni, burada tələbələrimizin təbii ki, kreditdən istifadə etmək üçün bir sıra Nazirlər Kabinetinin 226 nömrəli qərarı var, hansı ki, təhsil tələbə kreditlərinin verilməsi qaydası. Elektron sistem həmin qaydaya əsasən qurulub və tələbənin müraciəti və onun kredit təyinatı alması tam elektron müstəvidə həyata keçirilir, şəffaf mexanizm burada işləyir. Eyni zamanda vəsaitlər də birbaşa tələbəyə yox, birbaşa təhsil müəssisəsinə köçürülür. İki növ kreditimiz var. Burada sosial təhsil tələbə krediti və standart təhsil tələbə krediti. Sosial kredit illik 2%-lə, standart isə illik 6%-lə verilir. Adından da məlum olduğu kimi sosial kredit bizim tələbələrimizin sosial həssas qrupdan olanlarına şamil edilən kredit növüdür. Digər növ kreditimiz isə standart növ kreditdir. Yəni, sistem tərəfindən əgər tələbəmizin sosial statusları aşkar edilməzsə, yəni bu tələbəmiz sosial qrupa aid deyilsə, digər tələbə qrupumuzdur və onlara standart kredit təklif edirik. Bu isə illik 6%-lə verilir. Sosial kreditdə biz sosial statuslarını əgər müəyyən etməliyiksə, standart kreditdə isə təhsil göstəricilərinə uyğun kredit təyinatı aparılır və tələbələrimizin təhsil haqları dediyimiz kimi müəssisələrə köçürülür. Qısaca başlanğıc informasiyasını belə verərdim. Sizdə bu yaxınlarda yeniliklər oldu, minimal bal həddi endirildi. Mən istəyərdim bu yeniliklərdən də danışaq, daha sonra digər müzakirələrə keçək. Tamamilə doğrudur. Fond fəaliyyətə başlayanda istər sosial kredit üzrə müəyyən sosial statusların əhatəliliyi təmin olunmurdu artıq bugün. Biz kreditin verilməsinə ilk başladığımız zaman 7 statusdan ibarət idisə, artıq bugün 11-dən çox, 11-12 statusumuz var artıq. Standart kreditdə misal üçün bakalavrlar 300 balla bu kreditdən istifadə edə bilirsə, artıq 250 balla istifadə edə bilir. Əhatə dairəsinin genişlənməsi istiqamətində atılmış bir neçə addım idi. Amma bu ballar sosiala aid deyil, düzdür? Sosial kredit üzrə və standart kredit üzrə bir ortaq şərtimiz ondan ibarətdir ki, tələbənin son semestrə akademik borcu olmamalıdır. Sosial kreditdə akademik borcun olmaması kifayət edir. Amma standart kreditdə isə birinci kurs, birinci semestrdə yeni qəbul olmuş tələbələrin qəbul balına baxırıq. Sonraki semestrdə isə müvəffəqiyyət göstəricilərinə, UMG ballarına baxırıq ki, əgər tələbəmiz bu qoyulmuş normanı qarşılayırsa, o zaman kreditdən istifadə edə bilir. Son dəyişikliklər isə ondan ibarət idi ki, orta ixtisas təhsil səviyyəsində xüsusi qabiliyyət tələb edən qruplar üçün, ixtisaslar üçün biz minimal bal həddi təyin etdik. Bunu 40 bal olaraq müəyyən etdik və skolastik qiymətləndirmə imtahanı var, bir də bildiyiniz kimi SAT imtahanı. Həmin imtahan nəticələri ilə təhsil müəssisəsinə qəbul almış tələbələrimiz də birinci kurs, birinci semestrdə kreditdən artıq standart kreditdən istifadə edə bilirlər. Bu da növbəti dəyişiklik əlavə idi, qaydaya əlavə idi. Artıq 1200 bal toplayan SAT ilə qəbul olmuş tələbələr də standart kreditdən istifadə edə bilirlər. Müraciət sayıları çoxdur, belə başa düşdüm. Bunun statistikasını sizdən istəyəcəm mümkün qədər. Bir də belə bir sual vermək istəyirəm ki, ümumiyyətlə fondda belə bir limit varmı ki, məsələn, fond bu il bu qədər tələbənin təhsil haqqını qarşılaya bilər? Günə olan statistikanı diqqətinizə çatdırmaq istəsəm, çatdırsaq əgər 85 mindən çox müraciət fondun rəsmi
elektron portalında qəbul edilib və 67 mindən bir qədər çox rəsmiləşməmiz var hal-hazırda. Bu semestrdə hələ müraciətlərimiz qəbul davam edir. Fevral ayına qədər, semestr sonuna qədər davam edəcəkdir. 85 min müraciətdən 67 minə qədəri rəsmiləşib. O geridə qalanlar nə üçün rəsmiləşməyib daha çox? Qeyd elədiyimiz kimi bizim burada bir sıra tələblərimiz var. Hansı ki, sosial kreditə müraciət edənlərin sosial statusları olmalı, sistem tərəfindən inteqrasiya olunmuş digər dövlət qurumlarının bazalarından bu məlumatlar əldə edilməlidir. Digər tərəfdə standart kredit üçün isə qeyd elədiyimiz kimi həm Dövlət İmtahan Mərkəzində topladığı bala baxılır, sonraki semestrlərdə müvəffəqiyyət göstəricilərinə baxılır. Əgər bu tələbləri ödəmirsə tələbə, o zaman ona sistem tərəfindən imtina verilir təbii ki. Və yaxud da ki, çox üzrlüsün, və yaxud da ki, tələbənin sonuncu semestr akademik borcunun olması da imtinaya səbəbdir. Yəni onda Bəhruz bəy tələbə müraciət etdiyi təhsil kreditinin növü üzrə əgər bütün tələbləri ödəyirsə mütləq şəkildə rəsmiləşmə olur. Təbii ki. Yəni burada sizin sualınızın ikinci hissəsində isə nə qədər planlayırıq biz? Yəni bir limit olurmu? Limit varmı? Xeyr, dövlətimizin ayırdığı vəsait bugünkü gün müraciət sayından asılı olmayaraq, yəni tələblərə cavab verən, kreditə müraciət edən tələbələrin vəsaitini ödəməyə, rəsmiləşmə aparmağa kifayət edir. Tələbələr kredit götürürlər, təhsil haqlarını ödəyirlər, amma onları narahat edən bir məsələlərdən biri də bu krediti geri qaytarmaqdır. Çoxları bəlkə də bu şərtlərdən tam şəkildə bilmirlər, əmin deyirlər deyə bu borcu qaytarmaq məsələsindən narahat olurlar. Mən istəyirdim bu şərtlərdən danışaq ki, tələbələr bu borcu necə geri qaytarırlar, necə ödəyirlər, hansı şərtlərlə və artıq 4 ildir fond fəaliyyətə başlayır. Yəqin ki, geri ödəniş edən tələbələr var, məzunlar var daha doğrusu. Onlar təcrübədə necə olur? Nə qədərdir geri dönüşlər, ödənişlər? Qeyd elədiyimiz kimi bizim fond olaraq artıq bu günə qədər elektron sistemə daxil olan müraciətlərdən 67 mindən bir qədərini çox, artıq bir qədər çoxunu artıq rəsmiləşdirmişik və müvafiq olaraq bu rəsmiləşmələrin müqabilində 62 milyon ətrafında vəsait deməkdir bu, təhsil müəssisələrinə köçürülüb və bunun müqabilində təbiidir ki, hər tədris ilinin sonunda kredit almış tələbələr də məzun olur. Və məzun olmuş tələbələrin arasında təbiidir ki, güzəşt müddətində olanlar da var, möhlət dövründə olanlar da var, amma geri ödəmə dövrü başlayanlar da var. Bugünkü gün bizim bazada, bizim elektron portalda məzun bazamıza nəzər salsaq, 13.500-dən çox məzun tələbəmiz var. Bunların 6.000-dən çoxu artıq geri ödəmə dövrünə başlayıblar. Geri ödəmə dövrünə başlayıblar və təbiidir ki, bu məzun sayının artmasıyla eyni zamanlı geri qaytarılan vəsaitlərin də artması nəzərə çarpmaqdadır. Artıq bu günə olan statistikanı diqqətinizə çatdırım. Daha doğrusu sentyabr ayının sonuna müvəkkil bankın bizə verdiyi məlumata əsasən, daha doğrusu hesabata əsasən artıq fonda 3 milyona yaxın vəsait geri qaytarılıb. Qeyd elədiyimiz kimi, məzun və geri ödəmə dövrü başlayan tələbələrin sayı artdıqca bu vəsaitin də geri dönüşləri artan dinamika ilə davam edəcəkdir. Eyni zamanda kreditlərin verilməsi şərtləri, onların geri qaytarılması, life cycle dediyimiz bu həyat dövrü deyək, bunun ümumiyyətlə kreditin alınması və geri qaytarılmasına xərclənən vaxt və bu zaman kəsimində tələbədən olunan tələblər və olunan güzəştlər necədir? Deməli, krediti alan tələbələrimiz normativ təhsil dövründə ümumiyyətlə geri ödəmə etmirlər, onlardan tələb olunmur və faiz hesablanması aparılmır. Məzun olduqdan sonra ona yenidən 2 il güzəşt müddəti verilir ki, yenə bu güzəşt müddəti dövründə də geri ödəmə etmir və faiz hesablanması aparılmır. Əgər bu güzəşt müddəti dövründə əmək fəaliyyəti aşkarlanarsa, bunu da elektron sistem məzun izləmə alqoritmi deyirik biz buna. Məzun izləmə alqoritmi vasitəsilə onun əmək və ya sahibkarlıq fəaliyyətini aşkara çıxararsa, güzəşt müddətində 10 illik geri ödəmə dövrü başlayır və yaxud da ki, bu 2 il ərzində işləməsə, bu 2 ilin sonunda başlayır bu geri ödəmə dövrü. 10 il əhatə edir. 120 ay ərzində bərabər hissələrlə bölünərək qrafik formalaşdırılır. Yalnız
Geri ödəmə dövrü başladıktan sonra müəyyən möhlət halları ola bilər. Onun həyatında müəyyən hallar baş verə bilər ki, biz ona yenidən möhlət dövrü veririk və bu möhlət dövründə də yenə geri ödəmə tələb olunmur və möhlət dövrü qədər geri ödəmədən azad olunur, faizdə hesablanmır. Nədir bu möhlət dövrləri? Yuxarı təhsil səviyyəsində əgər təhsilini davam elətdirərsə tələbəmiz həqiqi hərbi xidmətə və yaxud da cəza çəkmə müəssisəsinə düşməsi, xanım tələbələrimizin övlad dünyaya gətirməsi və 3 yaşa qədər uşağa qulluq dövrü. Birinci qrup əllə xidmətə görə prezident təqaüdü alan şəxsdirsə əgər tələbəmiz, bu tələbələrə yenidən möhlət verilir ki, geri ödəmədən o dövr qədər azad olurlar. Yəni siz baxsanız, bir bakalavr təhsil alan tələbəmizin 4-6 il normativ təhsil dövrünü fikirləşsək, 2 il güzəşt müddəti, 10 il geri ödəmə dövrü, möhlət dövründə əlavə etmiş olsaq, bu 18-22 il kimi böyük bir dövrə əhatə edir. Biz bunu yalnız ipoteka kreditlərində görə bilərik. Doğrudan da dövlətin ayırdığı vəsaitin geri qayıtması çox böyük bir dövrə əhatə edir burada. Yəni vəsaitin inflyasiyaya uğraması, eyni zamanda hətta burada tələbələrimizin yaxşı oxuyaraq faizsiz və yaxud da ki vəsaitin bir hissəsinin bağışlanması kimi imkanlar da var. Yəni bu həm böyük həcmdə dövr, həm bağışlanmalar, həm güzəştlər göstərir ki, burada gəlir və mənfəət düşüncəmiz yoxdur. Eyni zamanda bu kreditlərin, Azərbaycan Respublikasında verilən bu kreditlərin çox yumşaq və vətəndaş yönümlü olmasını göstərir. Möhlət dövrlərini vurğuladınız, amma Bəhruz bəy, belə bir məsələ də ola bilər ki, ümumiyyətlə 2 güzəşt müddəti də keçib və məzun iş tapa bilməyib. Bu hallarda hansısa güzəştlər olunurmu həmin şəxsə? Çox maraqlı sualdır. Əslində bizim bu fondun qarşısına qoyduğu məqsədlərdən biri də ondan ibarətdir ki, təbiidir ki, bu biz bir qədər öncə qeyd elədik ki, təbii ki, fonda biz baxdığımız zaman yalnızca maliyyə aləti kimi görünür. Bu yalnız bizim mandatımız olmamasına rəğmən onların işə düzəlməsi ilə bağlı, məşğulluq imkanlarının artırılması ilə bağlı. Biz fond olaraq 2023-cü ildə belə bir addım atdıq. Himayəçilik Şurasında da bu təşəbbüs təsdiqləndi və müsbət qəbul olundu bu təklif ki, biz öz strukturumuza yeni bir şöbə əlavə etdik. Bu şöbə işə götürənlərlə iş və innovativ layihələr şöbəsidir. Bugünkü gün bu şöbəmiz hansı işlərlə məşğul olur? Bizim elektron sistemdə eyni zamanda təhlil və monitorinq tərəfi var bunun, alətlər var. Bu alətlər vasitəsilə geri ödəmə faizlərini, eyni zamanda burada gecikmələri izləyə bilirik və bundan əlavə olaraq onların məşğulluq faizini izləyirik, məşğulluq göstəricilərini izləyirik. Gecikmə yaradan və məşğulluğu olmayan işsiz tələbələrlə fondumuzun bu şöbəsi müvafiq işlər həyata keçirdir. Əməkdaşlıq etdiyimiz qurumlarla, istər özəl, istər dövlət qurumları ilə, burada Dövlət Məşğulluq Agentliyinin də adını çəkmək olar, onlar ilə də sıx əməkdaşlıq edirik, hansı ki, sırf onların mandatında olan məsələdir. Bu tələbələrimizin əmək bazarının inteqrasiyası üçün əsasən birinci növbədə çalışdığımız məqsəd və amal ondan ibarətdir ki, onları biz rəqabət qabiliyyətli və bugünkü bazarın çağırışlarına uyğun hazırlayaq. Nə qədər bu təkrar və bugünkü gün hər bir qurum tərəfindən səslənsə də doğrudan da bu belədir. Əmək bazarı çox dəyişkəndir, tələbləri dəyişir və buna uyğun olaraq ilk növbədə onların bilik və bacarıqlarını artırmaqla bağlı təlim və təcrübə proqramlarının təşkil olunmasına dəstək oluruq. Əlimizdən gəldiyi qədəri ilə də təbii ki, bu prosesdən keçmiş tələbələrimizin işlə təmin olunmasını həyata keçirməyə çalışırıq. Bugünə qədər də müəyyən nəticələrimiz var. 300-dən çox tələbənin işlə təmin olmasına vəsilə olmuşuq. Eyni zamanda 1500 ətrafında tələbənin təlimə, 1500 ətrafında tələbənin isə təcrübə proqramlarına qoşulmasına nail olmuşuq ki, bunların da nəticəsi qısa vədədə yox, uzun vədədə də geri dönüşlər olur. Bir maraqlı məqamda var. Fond hazırda sadəcə təbii ki, tələbələrin məşğulluq fəaliyyətində izləyir, onlara dəstək göstərir. Eyni zamanda da onların təhsil haqqını ödəyir əsas olaraq. Və bir şey də qeyd eləyək ki, Bakıda təhsil alan və universitetlərin çoxusu da Bakıda yerləşir. Regionlardan gələn tələbələrdir və onların daha çox sadəcə təhsil haqqı problemləri olmur. Nəqliyyat, özünə inkişaf üçün pul xərcləmək lazım olur bəzi tələbələrə. Kitab, gələcəkdə fondun bu cür istiqamətləri də maliyyə ayrılması gözlənilirmi?
bu müzakirə mövzusudur ümumiyyətlə. Təbii ki, çox maraqlı sualdır. Biz bununla bağlı təbii ki düşünürük. Fondun açığı bugünkü gün Cənab Prezidentin fərmanına və Nazirlər Kabinetinin qaydasına baxsaq, burada fondun missiyasının təhsil kreditlərinin verilməsi zamanı yalnız bunun təhsil haqqıya indeksli olması nəzərimizə çarpacaqdır. Yəni qanunvericilikdə onun təhsil haqqına. Amma bu təbiidir ki, fondun bugünkü gün mandatı o deyil. Sizin qeyd etdiyiniz tələbələrin digər xərclərini qarşılamaq. Amma fond olaraq biz bu barədə düşünmüşük və düşünürük. Müvafiq təhlillər aparırıq bu barədə. Yəqin ki, bununla bağlı qanunvericilik təşəbbüsü və Himayəçilik Şurasında bu istiqamətdə tələbələrin digər xərclərinə dair layihənin işlənib hazırlanması və təşəbbüs göstərilməsi, təkliflə çıxış etmək kimi bir gələcək planlarımız var, bəli. Təşəkkür edirəm. Bir də maraqlı statistikanız var idi. Orada təhsil tələbə krediti əldə edənlərin 61%-i qadınlar idi. Bəli. Ümumiyyətlə bir təhsil işçisi olaraq siz bunu necə dəyərləndirirsiniz? Bu arada böyük bir fərq var. Sadəcə 39% kişilər, 61% qadınlar. Bəli. Çox doğru vurğuluyorsunuz. Ümumiyyətlə xanımların təhsilə çıxış imkanlarını daha əhatəliliyinin daha artırılması, əsasən də regionlarda buna nail olmağımız, bu göstəriciləri bugünkü gün statistikalarımızda görməyimiz bizi çox sevindirir doğrudan da. Həm bunun iki tərəfi var, iki aspektdən gəlin bu məsələyə baxaq. Həm bizi təhsil işçisi kimi sevindirir ki, xanımların təhsil alması, təhsilə çıxışı təmin olunur. Artıq xanımlar da erkən nikah məsələləri var idi regionlarımızda, ucqar kəndlərimizdə. Bizim statistikada görünürdü ki, cənub regionda, cənub zonamızda belə yenə də kreditin rəsmiləşməsində xanımların üstünlüyü aşkar hiss olunur. Bu da daha çox erkən nikahların qeydə alındığı zonada da belə bizim xanım tələbələrimiz daha çox kreditə müraciət edirlər. Bunun ikinci tərəfi isə ondan ibarətdir ki, xanım tələbələrin kredit alıb sonra daha sonrasında ailə həyatı qurması və borc yükü ilə bu həyatını davam elətdirməsi, bu da müəyyən dərəcədə layihəyə başlayarkən, fond fəaliyyətə başlayarkən sual doğuran amillərdəndir ki, görəsən xanımlar kreditə müraciətdə aktivliyi necə olacaqdır? Bu da müsbət statistikanın içərisində bizi sevindirir ki, xanımlarımız bu istiqamətdə də rasional düşünə və praqmatik və rasional düşünərək bu iqtisadi təhlili aparıb bu kreditdən istifadənin yararlılığını anlaya bilirlər. Qeyd elədiyiniz kimi bugün də artıq 61% yəni xanımlar bu kreditdən istifadə, hətta 62%-ə yaxındır. Bəhruz bəy, biraz reallığı desək, ölkəmizdə, yəni yaşadığımız cəmiyyətdə oğlanları nə olur olsun, valideynlər bəlkə də pulunu tapıb oxudacaq. Bəlkə də bir səbəb də budur ki, yəni qızlar daha çox müraciət edirlər. Bu məsələdən yola çıxaraq mən deyərdim ki, onda təhsil tələbə kreditinin bir ailə üçün olduğu dəstək, göstərdiyi təsirdən mən istəyərdim biraz danışasınız. Yəni nə qədər yükünü alır bir ailənin? Burada ən maraq doğuran məqamlardan biri də təhsil krediti almış tələbələrin eyni ailədən 2, 3 və yaxud da hətta bu semestr 4 tələbənin eyni ailədən kredit alması kimi faktlar aşkar olunur. Bu statistikalarda öz əksini tapır. Doğrudan da ödənişli təhsil alan tələbələr, eyni ailədə hətta bir neçə tələbə varsa, bu böyük bir maliyyə yükünə gətirib çıxarır. Hələ regionlarda və ucqar kəndlərdə yaşayan ailələrimiz üçün bu kifayət qədər böyük maliyyə yüküdür, vəsaitdir. Ona görə də düşünürəm ki, bu dövlətimizin yaratdığı imkan sayəsində bugünkü gün tələbələrimizi ailələr, valideynlər artıq kredit hesabına ödənişli təhsilə qəbul olsa belə oxuda bilirlər. Hətta valideynlə birlikdə təhsil tələbə kreditini yararlananlar da var. Statistikalarda var. Misal üçün, eyni ailədən 3 tələbədirsə, bunların ikisi övlad, biri valideyn, 2 valideyn, bir övlad var. Eyni zamanda qeyd elədiyim kimi, bu semestr hətta 2 ailəmiz var ki, o ailədə 4 tələbə təhsil kreditindən istifadə edir. Yəni, düşünün ki, bir ortalama təhsil xərci əgər 2500 manat kimi götürsək, illik bir ailəni 10.000 manat
maliyyə yükündən azad etmiş olur təhsil tələbə krediti. Eyni zamanda bunun söhbətə başladığımız zaman mən bir məsələni qeyd elədim ki, yalnızca maliyyə aləti olmaqla yanaşı təhsil krediti vətəndaşlarımızın təhsilə çıxış imkanlarını təmin etməklə təhsilli cəmiyyətin qurulması, bildiyiniz kimi sosial-iqtisadi inkişaf strategiyamızda milli prioritetlər və çağırışlar üzrə 5 istiqamətdən biri də elə təhsil istiqaməti, təhsilli cəmiyyətin qurulmasıdır. Düşünün ki, bir tələbə ödənişli təhsilə qəbul olur və yaxud da ki, bir ailədə 2 tələbə, bayaq dediyimiz nümunədə. Əgər ailənin hər hansı, misal üçün siz qeyd etdiniz, qız tələbəni oxutmağa pul tapmır, oğlan tələbəni hər bir halda oxudur. Biz bununla bağlı bir video çarx da hazırlamışdıq, qadınların təhsilə çıxış imkanları ilə bağlı. Bu zaman artıq o tələbələrdən birisi, o abituriyentlərdən birisi oxumaqdan imtina edirdi. Düşünün, nə qədər insan təhsildən kənarda qalırdı, ödənişli təhsilə qəbul olduğu üçün. Mən buna doğru dildə deyirəm, təhsilə tutunanlar. Nə qədər insanı təhsil mühitinin içərisinə qatsaq, bir o qədər yaxşıdır düşünürük ki, eyni zamanda bu təbiidir ki, həm sosial inkişafdır, həm də sosial-iqtisadi inkişafdır, belə deyə başa düşə bilərik cəmiyyətimizin. Eyni zamanda bu ixtisas seçiminə də təsir edir digər tərəfdən. Hansı ki, sevmədiyi ixtisası seçib, gedib ödənişsiz əsaslarla oxumaq əvəzinə öz sevdiyi ixtisası seçir, təhsil krediti hesabını oxuyur və gələcəkdə də sevdiyi peşəyə yiyələnərək əmək bazarına da bu rahat inteqrasiya olunmuş olur. Təşəkkür edirəm Bəhruz bəy. Biz möhlətlərdən, şərtlərdən danışdıq. Bir də bildiyim qədərilə deyəsən əlaçı olan tələbələrin bu geri ödənişi tamamilə ləğv olunur. Yoxsa necə? Mən istəyirdim biraz bu şərtlərdən danışaq və 25%, 50% ödənişlər, güzəştlər şamil olunur. Bunlar kimlərə şamil olunur? Onlardan mən istəyirdim biraz danışaq. Sosial kredit almış tələbəmiz əgər kredit aldığı semestrin sonunda 71 bal və yuxarı UMG, yəni göstərici ilə bitirərsə, həmin çərçivə müqaviləsi üzrə aldığı kredit vəsaiti ona gələcəkdə faizsiz şəkildə geri ödəməyə imkan verəcək. Standartda isə həmin semestrin sonunda 91 toplamalıdır ki, həmin tranş üzrə geri ödənişi faizsiz olsun. Ümumi olaraq əlaçı olan tələbələr isə bütün semestrlərdə 91 plusla oxuyan tələbələr üçün sosial kreditdə aldığı vəsaitin, ümumi vəsaitin 50% bağışlanır. Standart kreditdə isə aldığı vəsaitin 25% bağışlanır ki, biz 2023-24 tədris ilinin sonu ilə birlikdə kumulativ olaraq baxsaq, 900-dən çox belə müqavilə üzrə bağışlanma həyata keçirmişik. 25 və ya 50% olaraq əlaçılara silinmə həyata keçirmişik, vəsaitin silinməsini. Burada nə qədər vəsait? 460 min manat vəsait silinməsi həyata keçirilir fond tərəfindən. Alınmış kreditlərin 460 min manat kimi böyük bir hissəsi silinib vəsaitlərin. Bəhruz bəy, biz həmişə danışırıq, təhsil tələbə krediti ilə bağlı danışırıq magistrlardan və bakalavrlardan. Amma təhsil tələbə kreditindən kollec tələbələri də yararlana bilər. Onun üçün əlavə digər şərtlər varmı, yoxsa eynidir şərtlər? Yox, bütün təhsil səviyyələri üzrə demək olar ki, şərtlər eynidir. Yalnızca burada bir məqam var ki, peşə təhsili səviyyəsində əgər orta ixtisas ümumi orta məktəbdən gələn tələbələrimizin ilk müraciətlərində attestat ballarının orta qiymətinə baxılır. Qanunvericilikdə bu belədir. Himayəçilik Şurası tərəfindən minimal bal həddi qoyulubdur. Yəni 3 ortalaması ilə attestat qiyməti olan 3 ortalama ilə bitirən ümumi orta məktəbi və yaxud da tam orta məktəbi bitirən tələbələrimiz orada peşə təhsili üzrə kreditdən istifadə edə bilirlər. Orta ixtisasda isə bu sırf Dövlət İmtahan Mərkəzi balına baxır. Sonraki semestrlərdə də yenə müvəffəqiyyət göstəricilərinə baxırıq. Texniki peşədə də yenə növbəti semestrlərdə 5 ballıq qiymətləndirmə üzrə aparılan səviyyə üzrə baxsaq, o zaman orada da 4 bal toplayan növbəti semestrdə kreditdən istifadə edə bilir. Bəzən olur ki, fond tərəfindən hər şey təsdiqlənib, amma bank tərəfindən ödəniş gec olur. Bilirsiniz də, bu da universitetlərdə problemlər yaradır.
Bəs bu proses, məsələn, bankla fondun əməkdaşlığı və yaxud da ki, fondla universitetlərin ki, bu tələbənin ödənişi təhsil tələbə krediti fondu tərəfindən ödəniləcək. Belə bir əməkdaşlıq, bu proseslər necə tənzimlənir? Baxın, bu da servis inteqrasiyasıdır. Dövlət qurumları üzərindən. Müvəkkil bank, bizim əməkdaşlıq etdiyimiz müvəkkil bank, uzaqdan satış dediyimiz üz tanıma ilə rəsmiləşməyi həyata keçirdir və vəsaiti birbaşa təhsil müəssisələrinə yollayır. Yəni, vəsait birbaşa hökumət ödəniş portalı üzərindən Mərkəzi Bankın servisləri ilə gedir və təbiidir ki, bu bizim təhsil alan bazamız, ali və yaxud da orta ixtisas, istər peşə təhsil alan bazamızdan həmin tələbələrimizin invoysları əldə olunur və bu invoysların əsasında arxasında hansı müəssisəmizin hesabı dayanırsa, o hesaba vəsait köçürülür. Hansı hallarda vəsaitin köçürülməsi gecikə bilər? Müəyyən texniki səbəblərdən əgər tələbənin invoysu bloklanmışdırsa və yaxud da ki, tələbənin cari statusunda müəyyən dəyişikliklik yaranarsa, bu zaman biz görürük ki, müvəkkil bank tərəfindən bu monitorinq və təhlil aparılarkən görünür ki, ödənişi keçməyən tələbələrimiz mövcuddur. Və bunu da işçi qaydada müəyyən edirik və çalışırıq ki, tez bir zamanda aradan qaldıraq. Burada müəssisə ilə münasibətləri isə necə qurmuşuq? Artıq bizim təhsil müəssisələrimiz başa düşürlər ki, təhsil kreditləri həm Elm və Təhsil Nazirliyi tabeliyində dövlət qurumudur. Həm də ki, burada artıq proseslər və prosedurları artıq anlayırlar. Əgər bir tələbənin ki, bizim portal, yəni fond tərəfindən qərar verilib, təyinat aparılmışdırsa, ona misal üçün deyirəm, bir semestr üçün 1000-1500 manat miqdarında vəsait ayrılacaqdır. Bu müəssisə artıq onu öz hesabında kimi qəbul edir. Çalışırıq ki, əgər gecikmə yaşansa belə, dediyimiz o obyektiv səbəblərdən, bizdən asılı olmayan səbəblərdən, həm bunu qısa müddətdə aradan qaldırmaq, həm də müəssisənin tələbəyə bu vəsaitin gəlib özünə çatmaması ilə bağlı problem yaratmamasına, arada olan əməkdaşlıq əlaqələri ilə bunu həll edirik. Müəssisələrdə bəs sizin fondun öz əməkdaşları varmı? Hansı ki, bununla bağlı tələbələrə tam şəkildə məlumat verə biləcək, onları maarifləndirə biləcək? Bəli, müəssisələrdə bizim fondun fəaliyyətə başladığı ilk dövrlərdə elə Cənab Nazirin əmri ilə, tapşırığı ilə bütün müəssisələrə bu barədə müvafiq olaraq məktub göndərilib və bütün müəssisələrlə biz bugün əməkdaşlıq edirik və düşünürəm ki, kifayət qədər yaxşı əməkdaşlıqlarımız var, kifayət qədər bu əməkdaşlığı yaxşı səviyyəyə gətirib çıxarmışıq, normal şəkildə bu prosesi icra edə bilirik və hər müəssisədə ən azı bir məsul şəxs, bir neçə məsul şəxsimiz var müəssisənin böyüklüyünə və tələbə sayından asılı olaraq. Bu məsul şəxslər nə edir? Həm müraciət etmiş tələbənin müvəffəqiyyət göstəricilərinin doğruluğunun sistemə işlənməsi, doğruluğunun təmin edilməsi, sistemə işlənməsi, təsdiqlənməsi tərəfinə baxır müəssisə modulunda. Eyni zamanda da qeyd elədiyiniz kimi, bizim təbliğat və təşviqatımızdan əlavə olaraq onlar da öz müəssisəsi daxilində həm maliyyə ilə bu işə indeksli olaraq eyni məsələyə bir bucaqdan baxsaq ki, maliyyə, biz vətəndaşımızın maliyyə yükündən azad edirik, elə müəssisəni də maliyyə yükündən azad etmiş oluruq burada. Hansı ki, maliyyə vəsaiti olmayan, vəsaiti ödəyə bilməyən tələbələr hansı ki, yarımçıq qoyur təhsilini. Bu da müəyyən qədər müəssisələrimiz üçün fiskal risklərə gətirib çıxardır. Ona görə də hansısa tələbə maliyyə vəsaitini gecikdirirsə, bu zaman təhsil müəssisəsindəki məsul şəxslər onlara müvafiq məlumatları verir, müraciətlərin köməyində onlara dəstək olurlar. Eyni zamanda təkcə maliyyə vəsaitini ödəyə bilməyən tələbələrə yox, ümumiyyətlə onlar məlumatların tələbələrə çatdırılmasında bizə dəstək olurlar, bəli. Təşəkkür edirəm Bəhruz bəy. Bizim suallarımız bu qədərdir. Təşəkkür edirik ki, açıq və səmimi şəkildə cavablandırdınız. Amma bizim mikrofonumuz sizin üçün açıqdır. İstər yeniliklər olsun, istər ola bilər ki, biz sizə sual ünvanlamamışıq, amma o informasiyanı bizə çatdırmaq istəyirsiniz, hamısını vurğulaya bilərsiniz. Çox sağ olun. Təşəkkür edirəm bir daha dəvət etdiyiniz üçün, mövzuya yer ayırdığınız üçün, fondun fəaliyyətini işıqlandırdığınız üçün.
Sonda yenə qeyd etmək istəyərdim ki, fondun fəaliyyəti ondan ibarətdir ki, sırf təhsilə çıxış imkanı yaratmaq. Təhsilli cəmiyyətin qurulmasında artıq Elm və Təhsil Nazirliyinin təhsil siyasətinin ayrılmaz bir tərkib hissəsidir artıq fond. Düşünürük ki, bu 4 il ərzində də kifayət qədər yaxşı nəticələr əldə etmişik və bu fəaliyyətimizə də artan tempdə, artan dinamika ilə həm nəticə bazında baxsaq, həm də ki, fəaliyyət içəridə proseslərin və prosedurların şəffaflığı baxımından baxsaq, artan dinamika ilə bunu həyata keçirməyə çalışırıq və devizimiz şəffaflıqdır və təhsilin əlçatanlığı isə məqsədimizdir. Çox sağ olun, təşəkkür edirik bir daha. Əziz izləyicilər, bizdən bugünlük bu qədər. Növbəti həftə başqa bir müzakirə ilə yenidən qarşınızda olacağıq. Hələlik.